Dəniz kimin üçün aşılmalı olan sonsuz bir üfüq, kimin üçünsə sarsılmaz bir taledir. Məhz bu tale minilliklər boyu Azərbaycanın yaddaşında yaşayaraq öz izlərini 10 min il əvvəl Qobustan qayalarına həkk olunmuş ilk gəmi təsvirlərində qoyub. Azərbaycanın gəmiçilik mədəniyyəti də həmin qədim izlərdən bugünə qədər uzanan zəngin bir tarix formalaşdırıb. Antik dövr və orta əsrlərin məşhur tarixçiləri, səyyahları da Azərbaycanda dəniz və çaylarda inkişaf etmiş gəmiçilik infrastrukturu olması və mühüm ticarət yollarının bu torpaqlardan keçməsi haqqında çoxsaylı məlumatlar veriblər. Bu tarix sadəcə keçmişin xronologiyası deyil, milli gəmiçilik irsimizin qürur hekayəsidir. Azərbaycanda gəmiçilik və təhsili tarixinin mühüm hadisələrindən biri 1881-ci ildə Bakı dənizçilik siniflərinin açılması, ilk müasir tipli peşəkar dənizçilik təhsilinin təməlinin qoyulması oldu. Bu təhsil ocağı əsasında Azərbaycan dənizçilik, gəmiçilik təhsili müxtəlif adlar altında uzun dövr ərzində böyük inkişaf yolu keçib. Özünün ən ali pilləsinə isə Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996-cı il tarixli 91 saylı qərarına əsasən yaradılan Azərbaycan Dövlət Dəniz Akademiyası adda kimi çatıb. Bugün Prezident İlham Əliyevin qayğısı nəticəsində Addanın maddi-texniki bazası, elmi potensialı və tədris infrastrukturu güclənir. Tələbə sayı ilbəil artır, beynəlxalq əlaqələri inkişaf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2022-ci il tarixli 444 nömrəli qərarına əsasən Akademiya Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti ASKO-nun tabeliyində publik hüquqi şəxs statusu alır. Burada təhsil alan gənclər gəmiçiliyin nəzəri əsaslarını öyrənməklə yanaşı, ASKO-nun dəniz donanmalarında, gəmi qayırma və gəmi təmiri zavodlarında intensiv təcrübələr keçir, praktiki vərdişlərə yiyələnirlər. ASKO Akademiyanın yüksək balla qəbul olan əlaçı və vətən qarşısında xidməti olan tələbələrinə maddi dəstək və xüsusi təqaüd təqdim edir. Onların gələcək peşəkar inkişafına xüsusi diqqət ayırır. Akademiya isə öz növbəsində tələbələrini xarici ölkələrdə təcrübə keçmə imkanı, yataqxana və xüsusi geyim forması ilə təmin edir. Bütün bu və digər təminatlar gələcəyin dənizçilərinin hər zaman dövlətin qayğısı ilə əhatə olunduqlarının bariz nümunəsidir. Beynəlxalq Dəniz Təşkilatının dənizçilik təhsili müəssisələrinin kataloquna daxil edilən və Dənizçilik Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvü olan Azərbaycan Dövlət Dəniz Akademiyası bugün regionda gəmiçilik təhsili və elminin aparıcı mərkəzlərindən biridir. Burada ali təhsilin hər üç səviyyəsi, bakalavriat, magistratura və doktorantura üzrə Azərbaycan, Rus və İngilis bölmələrində müasir standartlara tam cavab verən tədris mühiti formalaşdırılıb. Bugün Addada təhsil 2 fakültə, 7 kafedra əsasında, ali təhsilin hər üç səviyyəsi, ümumilikdə isə 11 ixtisas üzrə aparılır. Bakalavr səviyyəsində tələbələr dövrümüzün perspektivli sahələri olan dəniz naviqasiyası mühəndisliyi, gəmi energetik qurğularının istismarı mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, gəmi qayırma və gəmi təmiri ixtisaslarına yiyələnirlər. Akademiya ixtisasını təkmilləşdirmək və ya yeni peşə sahəsinə keçmək istəyənlər üçün də təkrar ali təhsil imkanı təqdim edir. Adda tələbələri ixtisas sirlərinə rəqəmsal əsasda təşkil olunan nəzəri məşğələlərlə yanaşı, müasir laboratoriya, dünya okeanlarının nəbzini tutan texniki vəsaitlər və rəqəmsal naviqasiya sistemləri, simulyasiya qurğuları vasitəsilə yiyələnirlər. Akademiya dənizi sevməklə yanaşı ona hökm etməyi də öyrədir. Tədris prosesi nəhəng zavodların istehsalat sahələri, donanma və şirkətlərin müasir gəmilərinin göyərtəsində, müxtəlif dünya sularında canlı təcrübə ilə möhkəmləndirilir. Akademiyanın tabeliyində fəaliyyət göstərən təlim-tədris mərkəzi əmək fəaliyyəti ilə məşğul olan dənizçilərin biliklərinin təkrar ən yüksək səviyyədə cilalanmasına imkan yaradan bir məkandır. Mərkəz müvafiq DP, dinamik mövqelənmə təlimlərini təşkil etmək səlahiyyətinə malik dünyadakı 85 mərkəzdən biri. Ölkəmizdə isə bu sahədə yeganə qurumdur. Addanın nəzdində publik hüquqi şəxs statusunda fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kolleci subbakalavr pilləsində 4 ixtisas üzrə istismar səviyyəsində mütəxəssis
mütəxəssislər hazırlayır. Akademiya dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə ISO beynəlxalq standartına uyğun sertifikatlara malikdir. Dünyanın 170-dən çox ölkəsində tanınan diplomları ADDA məzunları üçün qlobal imkanlar yaradır. Akademiyanın beynəlxalq cəlbediciliyi sayəsində Türkiyə, Ukrayna, İran, Rusiya, Hindistan, Sudan, Misir, Qazaxıstan, Türkmənistan, İraq, Gürcüstan və digər ölkələrdən gələn gənclər ADDA ailəsinin üzvlərinə çevriliblər. Bugün ADDA-da dünya dənizçilik təhsilinin liderləri ilə müəllim və tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, rəqəmsallaşma, süni intellektin tədrisə tətbiqi, səmərəli idarəçilik, ikili diplom proqramları və sair vacib məsələlər üzrə əlaqələr qurulur və birgə layihələrə başlanması istiqamətində aktiv iş aparılır. Həmçinin xarici və beynəlxalq təşkilat və şirkətlərlə əməkdaşlıq çərçivəsində akademiyanın maddi-texniki bazası gücləndirilir. Akademiyanın elmi potensialı həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən konfranslarda öz sözünü deyir. Professor müəllim heyətinin araşdırmaları dünyanın mötəbər elmi nəşrlərində işğınızı görür. Akademiyada Azərbaycan, Rus və İngilis dillərində dərslik və dərs vəsaitləri, elmi və bədii ədəbiyyat toplanmış zəngin maddi fond və elektron kitabxana fəaliyyət göstərir. Bugün Azərbaycan Dövlət Dəniz Akademiyası zəngin tarixi ilə gələcəyə inamla baxan böyük bir ailənin limanıdır. ADDA məzunları inzibati sərhədləri aşaraq qlobal sənaye nəhəngləri ilə çiyin-çiyinə addımlayır. Aparıcı xarici donanma və şirkətlərdə peşəkar mütəxəssislər kimi tanınırlar. Qarşılaşdıqları çətinliklər və həyat təcrübəsi onları daha əzmkar peşəkarlara və dünyanın ən müxtəlif yerlərində çalışan aparıcı mütəxəssis və liderlərə çevirir. Dərin bilik, praktiki bacarıq, keyfiyyətli təhsil və perspektivli iş imkanı verən Azərbaycan Dövlət Dəniz Akademiyasının hərtərəfli təmin olunmuş tədris binaları Bakı şəhərinin mərkəzində, nəqliyyat qovşaqlarının yaxınlığında yerləşir. Azərbaycan Dövlət Dəniz Akademiyasının missiyası bu ailənin hər bir üzvünü mavi üfüqlərin zəfər yoluna, bilik və təcrübənin qovuşduğu limana uğurla çatdırmaqdır.